Ağdam rayonun Papraven kəndi ərazisində mina partlayıb. Bu haqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Mina Təmizləmə Agentliyinin mətbuat xidmətləri məlumat yayıb. Ağdam rayon polis şöbəsinin əməkdaşı polis nəfəri xidməti vaxtı Ağdam rayonunun işğaldan azad edilmiş Papraven kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb. Ağdam rayonunda baş verən mina partlayışı səbəbilə xəsarət alan şəxs Bərdə rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. 30.06.2025-ci il tarixdə gecə radələrində təxminən 01:50 radələrində Ağdam rayonunda baş vermiş mina partlayışı səbəbilə xəsarət alan şəxs Bərdə rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Xəstə 1988-ci il təvəllüdlü kişi cinsli şəxs olub. Sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu ilə cərrahi əməliyyat edilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir və müalicəsi reanimasiya şöbəsində davam etdirilir. 37 yaşlı şəxsin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Rahim İbrahimoğlu, Nilufər Qəhrəmanova, Bərdə.